Lotereya oynayanınız var. Ümumiyyətlə, lotereya tarixdə püşkatma anlayışından ortaya çıxmışdır. Və ilk püşkatma nümunəsi yazılı mənbələrdə Şumerlərə aiddir ki, döyüşçülər öz aralarında hərbi qəniməti paylaşanda püşkatmadan istifadə edirdilər. Lakin ilk dəfə olaraq bilet vasitəsilə lotereya keçirdən adam Roma imperatoru Yuli Sezar idi. O bilet vasitəsilə lotereya keçirmişdi və ona biletlərə xoşbəxtlik kağızı deyirdilər. Oradan alan pulu yolların və körpülərin təmirinə sərf etmişdi. Lakin bizim indiki anladığımız lotereya isə 1466-cı ilin fevralında Brügge şəhərində Jan van Eyck deyilən rəssamın arvadı tərəfindən keçirilmişdi və bileti hər kəs ala bilərdi. Və oradan alınan pulu isə kasıblara yardım üçün istifadə eləmişdilər. İlk dövlət lotereyası isə məhz İngiltərədə keçirildi. Belə ki, İngiltərə kraliçası 1-ci Elizaveta hakimiyyətə gələndə İngiltərə büdcəsi yaxşı vəziyyətdə deyildi və 16-cı əsrin 60-cı illərində Londonda bir lotereya keçirildi və onun uduşları verilməklə bərabər həmin o alınan pul büdcədə olan o problemlərin həll edilməsinə yönəldildi. Və lotereya sözünün mənası nədir? Lotto sözü, birinci bundan başlayaq, İtalyan dilindən gəlmişdir. Belə ki, Genuyada 1515-ci ildən başlayaraq lotereyaya nəzarət edən müjüri seçirdilər. Buna lotto deyirdilər ki, bunun sözün mənası taleh deməkdir. Lotereya sözü isə frank dilindəki lot sözünün ingilis dilində lot sözü ilə Avropa dillərinə girməsidir ki, mənası pay deməkdir.